Restoran və mollarda nahar etmək sevməyən, daha həssas izləyicilərim üçün ləzzətli KFC toyuq qanadları naggetləri və kartof firini ev şəraitində hazırlamağın asan yolunu sizlərə təqdim edirəm. İlk öncə marina üçün un, nişasta, duz, qırmızı istiot, paprika, qara istiot, sərmisaq, yumurta və su əlavə edib yaxşı qarışdırırıq. Öncədən yuyulmuş və 2 yerə bölünmüş toyuq qanadlarını kütlənin üzərinə tökürük, qarışdırırıq, üzərinə bağlayıb soyuducuda 3 saat ərzində saxlayırıq. Bu müddət ərzində kartofilimizi hazırlayaq. Kartoflarımızı videoda gördüyünüz kimi uzun samanvari formada doğrayırıq. Başqa bir qaba su töküb doğradığımız bütün kartofları ora əlavə edirik ki, kartofların nişastası çıxsın. Sonra bu suyu tez-tez dəyişərək kartofları yaxşı yuyuruq və su tamamilə durulana qədər davam edirik. Gördüyünüz kimi suyumuz artıq durulaşıb və üzərinə 3 xörək qaşığı sirkə əlavə edib yarım saat ərzində sirkəli suda saxlayırıq. Yarım saat sirkəli suda saxladıktan sonra kartoflarımızı dəsmalın üzərinə düzüb tam qurulayana qədər quruduruq. Paketin içinə 2 xörək qaşığı nişasta əlavə edirik və quruladığımız kartofları içərisinə töküb videoda gördüyünüz şəkildə paketi çalxalayırıq və nişastanı kartofun hər tərəfinə yayırıq. Və ondan sonra kartofları soyuducunun dondurucu bölməsində 1 saat ərzində saxlayırıq. Kartof firi və nageti bişirməyə keçməmişdən 10 dəqiqə qabaq qazımız kəsildi. Eybi yox, hər bir çətinlikdən sonra mütləq ki, asanlıq gəlir. Mənimlə 15 ilə yaxındır ki, yol yoldaşı olan tok peçini işə salıb və bütün bişirilmə hissələrini tok peçinin köməkliyi ilə həll etdik. Tavaya 1 litr yağ əlavə edib yağın tam qızmasını gözləyirik və videoda gördüyünüz kimi kartofları tavaya əlavə edib qızardırıq. Kartoflarımız tam qızarıb boşqaba tökdükdə üzərinə duz əlavə edə bilərsiniz. Artıq kartof firimiz hazırdır. Qanadları qızartmadan öncə üzəri üçün 2 stəkan un və 1 stəkan nişasta əlavə edib qarışdırırıq. Və qanadları bu qarışıma əlavə edib hər tərəfinə yaxşı unlayırıq və tam qızmış yağda hər iki üzünü qızardırıq. Videoda gördüyünüz bu işləmi təkrar edərək qanadlarımızı qızardırıq. Tavaya əlavə etdiyim qanadları 10 dəqiqə ərzində qızılı rəngi olana qədər qızartdım və içi tam şəkildə bişmişdi. Əti yumuşaq idi. Və nəhayət nagetslərimiz də hazırdır. Hazırlayan hər kəsə nuş olsun.